26. Zikir məclisləri. Mələklərin məclisidir. Zikir nə deməkdir? Əqimis salətə və zikri. Hər bir şey, kainatda ibadət nə üçün? Zikr üçün. Allah buyurur ki, namaza qalx. Nə üçün namaz? Zikir, Allah'ı xatırlamaq. Meşrə gedirsən, zikir. Elm öyrənsən, zikir. Dua edirsən, zikir. Hamısı zikir. Allah'ı xatırlamaq deməkdir. Bir də var zikir ki, xüsusi ifadələr. Subhanallah, elhamdülillah, la ilahe illallah, la havle ve la kuvvete illa billah və s. Baxın, nə deyir zikir məclisləri? Mələklərin məclisidir. Boş və qafil məclislər isə şeytanların məclisləridir. Ona görə də bəndə hansı məclisdə oturub duracağına diqqət etsin. Zikir məclisləri ilə mi, yoxsa boş və bihudə məclislər mi? Şeytanın məclisləri, boş-boş. 27. Zikr edən şəxs zikirlə oturduğuna görə sevinər, onunla digər oturan insan da xoşbəxt olar və oturduğu yer bərəkətli olar. Həyatı bərəkətli olar, düşünün. 28. Zikir qiyamət günü insana peşmançılıqdan xilas və nicata səbəb olar. Zikr etmədiyinə görə cənnətə girsə belə peşmançılıq çəkəcək. Çünki nəyə görə? Dəstəmaza ehtiyac yox, vaxta ehtiyac yox. Əl-ləzîne yəzkurûnallâh qiyâmən və qu'ûdən və alə cunubihim. Ayaq üstə, oturan yerdə, uzanan yerdə zikr edə bilərdin, amma etmədin. Ona görə peşmançılıq çəkəcək. 28. Baxın, göz yaşı ilə birlikdə zikr etmək. Zəkərallah xaliyən fəfadat aynə. İnsan zikr edir, zikr xatırlayır. Bir də görürsən, insanın qəlbinə o sevgi çökəndən sonra gözdən yaş gələr. Allah sevgisindən. Bax, nə deyir? Həmən gözlərə deyir, cəhənnəm ateşi toxunmaz və qiyamət günü insanlar günəşin altında olanda, onlar isə ərşin kölgəsində, yəni Allahın yaratdığı kölgənin altında olacaqlar. La ilahe illallah. Buna nə ilə çatdı? Zikirlə çatdı. Belə bir zikr edən şəxs Rəhmanın ərşinin kölgəsində olar. Bu qiyamət gün ən böyük kölgəsidir. 30. Zikirlə məşğul olmaq Allahdan istəməyin ən fəzilətli və üstün yoludur. Yəni, Allah zikr edənə, baxın, daimi zikr edənə, istəyənlərə verdiyindən daha fəzilətli bir şəkildə verir. Bir insan Allahdan istəyir, dua edir, ibadətdir. Bir insan isə daimi zikr edir. Allah Teala daimi zikr edənlərə istəyənlərdən daha çox verər. Niyə görə? Çünki zikr Allah'ı xatırlamaqdır. La ilahe illallah. Ona görə nə deyir alimlər? Zikir duadan üstündür.